Əziz gözəl müştərilərimiz və izləyicilərimiz, şəkildə yaxşı görünmür deyən video çəkmək məcburiyyətindəyəm. Diqqətlə qulaq asın, bir neçə xaladenik vitrini göstərəcəm. Və bu xaladeniki görürsünüz, 6 pilusazan qalxır. Markasını göstərin, o. 6 pilusazan qalxır. 1.40 enidir, 2 metr 5 sm, 2 metr 10 sm hündürlüyüdür. 70 sm da beləsinə dərinliyidir. 1.40 da enidir. Bunun qiyməti 2200-dür. Təzə kimi bir şeydir, az işlənib. Sonra gəldik bura. Bu süd üçündür. Bax, südlükdür. Sərisini çəkirəm. Böğürləri şüşədir. Görürsünüz. Böğürləri şüşədir. Qabağı belə açıq olur. Südlük, süd məmulatları yığılır. Sonra bu şirniyyat üçündür. Xaladenikdir. O südlük 900 manatdır. Bu da 850'dir. Bu 850'dir. Bu şey xaladenik. Gördünüz. Diqqətlə salafandan yaxınlaşdırın. Baxın 3 polkalı. 2 polkası var. Aşağıda yığırsan da. Bu xaladenik isə yekə vitrin 1000 manatdır. Aralıdan göstərim qoy bir dənə. Gördünüz. Bu 1000 manatdır. Bu şirniyyat üçün olan isə yekə xaladenik görürsünüz. Bu isə 1200 manatdır. Belə də arxada var 600'ə, nə bilim 550'yə, 500'ə. Və belə vitrin xaladeniklərimiz gördünüz. Və belə şeyimiz var, Red Bull zad belə soklar zadlar yığmaq üçün. Belə xaladeniklərimiz var. Sok xaladenikləri. Sonra qoşa qapılı. Deyirsiniz qoşa qapılının qiymətini deyərik. Sonra bunun skrin eləyib atarsınız ki, bunun qiymətini, ya onun qiymətini, və yaxud bunun qiymətini, və yaxud onun qiymətini. Sonra bu şirniyyat vitrini gördünüz. Skrin eləyib ata bilərsiniz. Bunu 1000 manata, bunu ata bilərsiniz. Bu 850 manatdır. Bu da şirniyyat üstündür. Bunu ata bilərsiniz. Bu südlükdür. Bunu ata bilərsiniz. Başa düşün. Bunların qiymətini demişəm. Xahiş edirəm videonu paylaşın. Bəyənənlər var olsun. Sonra dərin belə 2 tərəfli var, 3 tərəfli var. Dərin moykalar. Görürsünüz. Enli yekə moykalarımız var. Enerji stollarımız var. Belə stilajımız var. Təkərli. Yemək zadlaşmaq üçün. Gördünüz. 250 manatdır bunlar. Biri de buradadır gördünüz. 250 manat biri. Sonra belə peçlərimiz var görürsünüz. 1200'ə var, 1300'ə var, 700'ə var, 650'yə var, 550'yə var peçlərimiz çoxdur. Hamısını burada göstərəmirəm. Ürəyiniz istəyirsə müraciət edərsiniz.